Kosmetikalarda Bahar Kosmetikadan almışdılar. Yəni həmin buketi ayrı vaxt almışdı. Bu koftanı da çox bəyəndim. Buna heyvada vururuq, elə xoşlayırıq dadını. Evə gedəndə də bunları pay aparacam. Şoferin də maşında monitor var idi, orada da oturub futbola baxırdı. Yuxarı çıxanda da bizi belə bir gözəl dekor qarşıladı. Qiymət 11 manat idi evdən bura gələndə. Çox insan atamın reaksiyalarına baxıb kövrəlmişdi. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Keçən dəfə nişan günündən vlog paylaşmışdım. İndi də həmin xonçaların içini göstərəcəm. Həmin vloguma da uzun videolar arasında ən çox baxış gələn video oldu. Hal-hazırdakı baxış sayı 8616-dır, amma siz baxanda ola bilsin ki, rəqəmlər dəyişdi. Dəstək olub yorum yazanlar çox sağ olsunlar. Həqiqətən də sizin sayənizdə paylaşdığım vloqum dəyər gördü, yəni keşfətə düşdü. İnşallah ki, bu vloqdan da həmin nəticəni görərik. Bəzi xonçalar boşaltmışıq qulluqlara, bəziləri qalıb. Xonçalar kirayə götürmüşlər, ona görə də içdəni boşaldıb geri verməliyik. İnşallah Xına yaxdında fikirləşir ki, Rəhimə evdə keçirtsin, onu da vlog çəkəcəm, maraqlı olacaq inşallah. Mən Xına yaxdını evdə eləməmişdim, toyun içində eləmişdim. O vaxtlar Günəş Xına evi idi. Çağırmışdım hazır dekorla bir yerdə, apartısı da bir yerdə. 150 manat falan idi, səhv eləmirəmsə, ya 150 ya 250 arası idi. Qiyməti yadımda deyil. Ver beni. Keçən dəfə başımız qarışıq idi, ona görə də nişan üzünü rahat göstərə bilməmişdim, amma indi rahatlıqla videoda göstərirəm. İlk dəfə tanışlığa gələndə də üzük gətirmişdilər, o başqa formadadır, onu da gələn dəfə çəkib göstərəcəm. Gətirdikləri konfetləri çox bəyəndim, həqiqətən də çeşid hamısından var idi. Həm də ucuz konfetlər deyildi, yaxşı, kifayət qədər keyfiyyətli konfetlər idi. Müəyyən qədər də bir-birlərimizə, yaxınlarımıza pay verdik. Hələ onunla belə konfet kifayət qədər çox idi. Çox sağ olsunlar. Kosmetikalarda Bahar Kosmetikadan almışdılar. Onlar da çox keyfiyyətli məhsullardır. Yeri gəlmişkən mən də öz nişan kosmetikalarımı Bahar Kosmetikadan almışdım. Hələ də indiyənə qədər işlədirəm. Yəni üstündən 3 il keçib, hələ də kosmetikaların bəziləri qalıb. Həqiqətən də keyfiyyətli məhsullardır. Yəni oradan almağa dəyər. Yadımda qalan ən çox aldığım firma Bellutçu firması idi, səhv eləmirəmsə. Həqiqətən də çox keyfiyyətlidir. Çalışıram ki, kosmetikaları ya Olivia'dan alım, ya da Bahar Kosmetikadan. Yəni ikisindən də razıyam. İndi isə keçək əsas məsələyə, paltar xonçasının açılışına baxaq. Keçən vlogda da demişdim, bunu yeznəmiz Rəhimə üçün elə-belə vaxt almışdı. Prosta nişan xonçasının üstündə qoydum ki, maraqlı görüntü alınsın. Yəni həmin buketi ayrı vaxt almışdı. Birinci göstərdiyim geyim dəstdir, yəni pençeynə şalvarı olan bir kostyumdur. Ağ və bardov rənglərdə geyindi, amma bu rəng daha çox xoşumuza gəldi. Bu paltarı vlogda çəkmişdim, yəni əynində göstərmişdim vlogda. Yəni izləməyənlər keçib baxa bilər nişan xonçası alış-verişi videosunda. Bu paltar da həmçinin bunu da geymişdi əynində, video çəkmişdim. Material da gözəldir, keyfiyyət də gözəldir, qiyməti də uyğun qiyməti idi. Bundan sonra göstərəcəklərimi amma videoda göstərməmişəm, yəni əynində geyinəndə göstərməmişəm. Əgər nişan yorğunluğu olmasaydı, yəni halımız olsaydı, bir-bir əynində çəkəcəkdim, göstərəcəkdim paltarlar necə qalır. Paltarları Binədən almışdıq, orada bahalı qiyməti olan məhsullar da var idi, ucuz, uyğun qiymətə də olan var idi, yəni hər çeşid də var. Kartlarını qoymuşdum, yəni keçən videoda hansı mağazalara getmişik, istəsəniz, əgər alış-veriş eləmək istəsəniz uyğun qiymətə. Həmin bloqa daxil olub oradan kartın görüntüsünü screenshot edib həmin mağazaya gedə bilərsiniz. Göstərdiyim bu iki çantanı məndən almayıb, yəni bibim qızı Səadətlə alıb. O köməklik göstərib. Çox sağ olsun, mənim nişan alış-verişimdə də Səadət bibim qızı yanımızda idi, o kömək eləmişdi. Bunları yəni məndən getməmişdən almışdı. 2 dənə çanta idi, səhv eləmirəmsə 2 dənə də şalvar idi. İndi onları da göstərəcəm sizə. Çantaları çox bəyəndim, gözəldir. Ən çox da bu yaşıl zərli çantaya çox bayıldım, çox gözəldir. Məhsulları aldıqları ünvan Əcəm metrosu tərəfdə idi, yəni dəqiq mağazanı bilmirəm. Amma mənim həmişə gedib alış-veriş elədiyim məkan orada Podium Parkdır, yəni həmişə mən oradan alıram. Ən çox məhsul aldığım yer oradır, yəni favori yerimdir. Ayaqqabıları Binədə almağa vaxtımız çatmamışdı, ona görə də ayrıca vaxt gedib aldı. İnşaatçılar tərəflərdə yerləşən mağazalardan alıb. Keyfiyyətli məhsullardır, materiallarını çox bəyəndim.
Bu koftanı da Binədən almışdıq. Materialın rəngi çox xoşuma gəldi. Qiyməti də uyğun qiymətə idi. Həqiqətən də uyğun qiyməti olub, gözəl belə keyfiyyətli olmağı çox yaxşı bir şeydir. Dediyim şalvarlardan biri də budur. Yəni bu şalvar Əcəmdən alınıb. Materialı cins deyil, parçadandır. Klassik şalvardır. Qiymətlərini bilmirəm hansı civardadır. İkinci götürdüyü şalvar da tünd rəngdədir. Bunun materialı amma cinsdir. Nəyə görəsə şalvarların rənginin ikisini də tünd rəngdə götürüb. Xoncada ev geyimi dəsti sportivli də olmalı idi. Prosta onları hələ almayıblar. Yəni planlaşdırdılar ki, Xoncaya qoymasalar da olar, sonra da ala bilərlər. Yəni vaxtlar çatmamışdı həmin vaxt almağa. Ona görə də qaldı sonraya. Bu koftanı da çox bəyəndim. Həqiqətən də rəngi möhtəşəmdir. Belə rəngdə kofta tapsam mütləq özümə də alacam. Ümumiyyətlə hansı geyimi göstərirəmsə çox bəyəndiyimi dilə gətirəm, amma doğrudan da xoşuma gəlir. Açdığım paketin içində kofta ilə topik bir yerdə idi. Koftası belədir. Bunun da rəngi fərqlidir. Görürsünüz nə gözəl rəngi var. Topiki açıb göstərməyə biraz tənbəllik elədim, amma koftanı belə göstərirəm sizə. Axırıncı paltarımız da bu boz dəstdir. Yəni yubka ilə koftadır. Koreyan istehsalıdır. Materialı da yaxşıdır. Nişan paltarını da kirayə götürmüşdük. Yəni bir günlük şey üçün istəmədik ki, çox baha paltar alaq, ondansa kirayə götürmək daha yaxşıdır. Çünki onsuz da bir dəfə geyinəcək həmin paltarı. Xonçaların da hamısını için boşaltdım, yığdım bura. Birazdan yeznəmiz gəlib hamısını aparacaq. Xonçalar göndərdi, indi də bu dekoru sökürük. Dekorun həm ölçüsü böyük idi, həm də ki dəmirləri çox ağır idi. Yəni daşımaqda biraz çətinlik çəkirdik. Nişandan sonra 2 gün Atagildə qaldım, amma bu gün öz evimizə gedirik. Lülə kebabın ətindən artıq qalmışdı, buzluqda saxlamışdıq. İndi ondan kələm dolması hazırlayacağam. Videoda miqdarı az görsənə bilər, amma əslində miqdarı çoxdur. Dolmanı özüm biraz çox eləyəcəm ki, gedəndə evə də həmin dolmadan aparım. Kələm dolmasına mən reyhan vurmağı çox xoşlayıram, yəni onun dadını daha gözəl eləyir. Kələmin ölçüsü çox böyük idi, yəni heç bir qazana yerləşmirdi, ona görə də ən böyük qazanımız bu idi. Bunun içində qoydum ki, biraz pörtlənsin. Üstünə də duz vurdum ki, kələmindən şirin dadı yox, yəni duzlu dad gəlsin. Vurmayanda yəni fərq hiss eləmişəm. Bişən zaman kələm şirin olur. Nişanı keçirtəndə kuxnaya əlavə stol gətirmişdik ki, lazım olacaq. Hələ də qab-qacaqlar burada qalıb, yığışdırmamışıq. Dolmanın həm kələmi çox olacaq, həm də ki əti. Ona görə də fikirləşdim ki, böyük qazanda eləsəm yaxşıdır. Çox çıxacaq, ona görə də gedəndə özümlə evə də aparacam. Dolmanın ətinə mən həmişə sarkök vururam, ona görə də istəmədim ki, dırnaqlarımın rəngi sarı olsun. Sumkamda da bir dənə əlcək qalıbmış. Dedim, eybi yox, elə bir əlinə qarışdırsam da olar. Bu əlcəyi mən paçka ilə almışdım. Ya Temudan, ya da Trendyoldan almışdım. Çox keyfiyyətli, cırılmayan materialdandır. O vaxt ona görə almışdım ki, soğan doğrayanda istəmirdim əlimdən iyi gəlsin. Ona görə də belə bir əlcək aldım. Amma son vaxtlar daha çox mən yağ sökücü üçün istifadə edirəm. Çünki əlimə düşən kimi görürəm ki, yandırır əlimi, qabıq verir. Ona görə birbaşa əllə təmas olmaz. Yəni belə əlcəkdən istifadə eləmək olar. Onu da elə bir dəfə istifadə edirəm, tullayıram. Yəni təkrar istifadə eləmirəm. Bir dəfə istifadə edib baxdığıma görə də əlcəyin paçkası uca qurtarmaq üzrədir. Ona görə məcbur təzə paçkasını sifariş eləmək lazımdır. Dolmanın içinə turşu da vuracam, ona görə də isladıram. Elnarə əvvəlcədən təmizləyib buzluqda, şabalıda qoymuşdu. Ondan da vuracam dolmaya. Ümumiyyətlə, Bakılılarla dağlılar xoşlayır ki, kələm dolmasına şabalıq vursunlar. Hətta biz kələm dolmasına heyva da vururuq, elə xoşlayırıq dadını. Bəzi Bakılılarla dağlılar xoşlayır ki, hətta içinə pesok da vursunlar, yəni şirin halda hazırlayırlar. Amma biz şirin halda xoşlamırıq, ona görə də həmişə biz duzlu hazırlayırıq. Amma bibimgil tərəf həmişə pesok vururlar. Yəni bir dəfə onlar da yemişdim. Elə də xoşuma gəlməmişdi, yəni ağız dadımıza uyğun gəlməmişdi. Əvvəllər kələm dolması bişirəndə ağ hissələrini götürürdüm, tullayırdım, yəni elə bilirdim ki, yeyilmir. Amma sən demə, evlənəndən sonra öyrəndim ki, həmin hissələrdə yemək olar, yəni bükmək olmasa da qazanın içinə atmaq olar. Yəni bişən zaman onsuz da o yumşalacaq, yəni yeməyin içində yeyiləcək. Bu metodu da mən qaynanam gildən öyrənmişəm, yəni əvvəllər belə bir şey bilmirdim. Böyük kələmi büküb qutardım, gördüm ki, hələ çatmır, yəni ətinə qədər artıq qalır. Ona görə də bir dənə də balaca kələmimiz var idi, onu da qoydum. O da pörtləsin, qalanda onu istifadə edəcəm. Bayaqki kələmin suyunu atmamışdım, həmin suda qoydum pörtləsin. Həminki kələmi də büküb qutarmışam, görürsünüz nə qədər kələm dolması alınıb. Hələ ətdən də artıq qalıb.
Suyu üstünə çıxan qədər əlavə elədim, yəni çox tökmədim ki, onsuz da kələm bişən zaman öz suyunu buraxır. Dolmanın bişməyinə az qalmış, heyvaları əlavə eləyəcəm. Yəni burada 3 dənə heyvadan istifadə eləmişəm. Əvvəldə əlavə eləsəydik, yəni heyvalar tez parçalanardı, istədiyimiz kimi bütöv qalmayacaqdı heyvalar, ona görə də bişməyinə az qalmış əlavə eləmək lazımdır. Evə gedəndə də bunları pay aparacam. Soklarla şirniyyatlar nişandan qalmadı, amma burada bir kulokda qoz var, yəni təzə qozdur. Bunu ata aldı ki, gedəndə aparım. Mən düzəltdiyim paylama şokoladından da cəmi 3 dənə qalmışdı. Yəni qalan hamısını gələn qonaqların hamısına payladıq. Yeyənlərin də hamısı şokoladın dadını çox bəyəndilər. Gedəndə aparmaq üçün ata bir kulokda Cheetosla lollipop alıb. Ürəyi nə vaxt Cheetosla lollipop istəsə, ehtiyatda varımızdır. Əritmək üçün şokoladım qurtarmışdı, ona görə də ataya dedim ki, mənim üçün alsın, getməmiş aparım. Biz qaldığımız yerdə yəni belə şokoladdan tapmıram, yoxdur. Ona görə də hazır getmişkən dedim alsın. Pendirlə qaymaq da alıb, qaymaqdan biraz yedim, üstünü streslə bağladım ki, xarab olmasın. Burada toyuq budu ilə bud dibisi var. Bunu da Rəhimə alıb mənim üçün. Əslində toyuq qanadı alacaqdı. Prosta həmin vaxtı bitmişdi. Ona görə də bunları aldı mənə. Ona görə aldı ki, mən bir gün qabaq demişdim ki, Rəhimə ilə KFC-yə gedək. Vaxt olmadı. İndi də mən gedirəm evimizə. Vaxtımız alınmır. Getməmişdən qabaq da aldı, verdi ki, yəni ürəyimdə qalmasın. Evə gedəndə həmin toyuqlardan KFC hazırlayacağam. Yəqin ki, vlogda da çəkəcəm. Toyuqlarla yanaşı orada pendir sosu da almışdı. Onu demək yadımdan çıxdı. KFC-nin olmazsa olmazı ən sevdiyim sos elə pendir sosudur. Yəni ondan çox gözəl olacaq dadı. Həmişəki kimi sizdən də bir xahişim var. Əgər abunə olmadan kanalı izləyirsinizsə, lütfən abunə olun. Axırıncı vlogumdan da çoxlu abunə gəldi. Xeyli baxış saatı yığmışam. Yəni 1000 saat ola bilər bir videodan. Artıq 4000 saatın 3000-dən çoxunu yığmışam. Ona görə də az qalıb saatı. 4000 saatı doldurandan da sonra YouTube'dan qazanc əldə eləməyə başlayacağam. Vlogun həm də keşfətə düşməyinin, inkişaf eləməyinin səbəbi oldu ki, yorum yazanlar da çox idi. Çox təşəkkür edirəm. İnşallah ki, bu videonun altına da çoxlu yorumlar gələr və video keşfətə düşər. Dolmadan bu qazanda bu qədər pay götürdüm. Heyvaları alta düzmüşəm, üstə görsənmir. Biz Atagildən çıxdıq, gedirik evimizə. Şoferin də maşında monitor var idi, orada da oturub futbola baxırdı. Futbola baxa-baxa da maşın sürürdü. Nə yaxşı, futbola baxsan? Nə yaxşı sakit demişsən, ha? Hərdən idmançılar qol vura bilməyəndə əsəbləşirdi, elə bil ki, stadiondaydı. Yəni belə halda maşın sürmək çox təhlükəlidir, fikri monitorda qalır. Hər an yəni qəza törədə bilər. Kaptanı. Hə. Biz burada olmayanda deyəsən gəlin aparıblar, amma niyəsə lentin rəngi qırmızı yox, mavi rəngdədir. Videonu düzəldəndə gördüm ki, vlog qısalınır, ona görə də bu çəkdiyim videonu da həmin vloqa birləşdirirəm. Ayın 31-i Halloween bayramı idi, ona görə də həmin münasibətlə istədik ki, bacılarla Love City kafesinə gedək. Qapının üstündə yuxarıda ürək işarəsinin içində Love City yazılıb, amma kamerada düşməyib. Axırıncı dəfə biz bacılarla 3 il əvvəl gəlmişdik həmin məkana, onda da Cadılar bayramı idi. Həmin günə görə gəlmişdik. Amma 3 il əvvəl gələndə daha maraqlı idi, düzünü desəm. Çünki həm orada kostyumlar var idi, həm uşaqları bəzəyənlər var idi. Yəni o ucuz hazırlayırdılar, uşaqları bəzəyirdilər. Mən də istədim ki, burada malını bəzətdirim, qəşəng makyaj eləsinlər, amma dedilər ki, 50-60 manatdır. Yəni yuxarı mərtəbədə idi, yəni onun otağı ayrı idi. Desəm VIP idi. Həm də oradakı uşaqların hamısı böyük uşaqlar idi. Balının yaşında uşaq yox idi. Parti kimi bir şey təşkil eləmişdilər. Hamısı da Barbie paltarında rozu rəngdə geyinmişdilər. Qızların hamısı da eyni yaşlarda idi. Yəqin ki, düşündüm ki, bunlar kiminsə ad günüdür, toplanıblar, parti kimi keçirdilər. Baniyə Halloween makyaj eləməsəydi, amma buradakı çəkiliş üçün yerlər çox idi. Yəni fotolar çəkdik. Yəni gələn adam əsas burada şəkil çəkmək üçün fotozonalar olduğuna görə ona görə gəlir. Menüyə açıb baxanda kifayət qədər qiymətlər yüksək idi. Çalışdıqca heç yemədiyimiz yeməklərdən sifariş eləyək. Bizim də diqqətimizi burada yazılan korunduqlar çəkdi. Birinci dəfə yeyəcəyimiz üçün bizə maraqlı gəlir ki, görək dadı necə olacaq. Birinci göstərilən korunduqu sifariş elədik. O birisində panko yazılmışdı. Tərkibində bilmədik, onu görə onu sifariş eləmədik. Bir də belə bir pizzadan sifariş elədik, nuggets pizza. Qiyməti də 17 manat. Sifariş verəndən sonra da başladıq balının şəkillərini çəkməyə.
Sifarişi götürən ofisiant dedi ki, 20-25 dəqiqə hazır olacaq. Biz də həmin vaxtda şəkillər çəkdirdik ki, vaxtımız boşa getməsin. Yuxarı çıxanda da bizi belə bir gözəl dekor qarşıladı. Bunun yanında nə qədər şəkillər çəkdirmişik. Dediyim yerdə buranın sol tərəfində olan otaqda idi. Otağa girib çəkmədim, dedim yəqin etik olmaz. Belə bir otaq da vardı, amma bu otaqda heç kim yox idi, boş idi. Yuxarıda şəkillər çəkəndən sonra aşağı düşəndə gördük ki, yeməklərimiz artıq hazırdır, süfrəyə gətiriblər. Orundoqların hər biri 10 manat 50 qəpik idi, pizza da 17 manat idi. Yəni həmin pizzadan birinci dəfə yeyəcəyik, üstündə nagets var. Amma onu deyim ki, pizzanın qiyməti baha idi, çünki ancaq üstündə nagets vardı, başqa bir şey yox idi üstündə. Yəni bu qiymətə biz başqa yerdə daha yaxşısını yeyə bilərdik. Məsəl üçün bizim yanımızda pizza line var. Biz orada böyük ölçünü 12 manata alırdıq. Çox dadlı, pendir bol. Yəni çox həqiqətən keyfiyyətli. Amma bunun qiymətinə görə keyfiyyətini də gözləyirdik, yaxşı olsun, amma elə də bəyənmədik. Yanımızda 2 dənə qadın oturmuşdu. Bana onları görən kimi üzünü belə tutub. Yəqin tanımadığı adamları gördüyünə görə biraz çəkinirdi. Pizzanın üstündəki nagetsləri yedim, amma pizzanın özünü bəyənmədim. Orundoqun da dadı pis idi, heç də xoşu gələn dadı yox idi. Birini güclə yedim, biri artıq qaldı. Rəhimə də mənim kimi birini yedi, biri qaldı, amma Elnarə ikisini də yedi. Rəhimə işdən ad gəlmişdi, bunları da yeyə bilmədiyinə görə dedi ki, çayla bir şeylər içək. Mən evdə yüngülvari bir şeylər yemişdim, ona görə də elə də ac deyildim. Ona görə elə bir dənə bir çaylık çay, bir də bir şirniyyat sifariş verdik, onu 3 yerə bölüb yeyəcəyik. Burada elə baxırıq görək hansı şirniyyat bizə uyğun olar. Seçim arasında qalmışıq ki, görək hansını seçək, axırda bunu seçməli olduq. Qiyməti də 11.90, yəni 12 manat. Banu üzün tutmağını görən bu qız gəldi Banuya yaxınlaşdı ki, onun keyfini açsın. Ondan sonra Banu ortama uyğunlaşdı. Deyəsən bizdən başqa yeməklər sevməyənlər də var idi. Yeməyin çoxsu elə süfrədə belə vəziyyətdə qalmışdı. Artıq qalan yeməkdə dedik ki, paket eləsinlər. Onlar da belə halda paketləyib gətirdilər. Sifariş elədiyimiz şirniyyatda gətirdilər. Bunu 3 yerə bölüb elə yeyəcəyik. Hər cibində banandır, üstündəki də ərinmiş şokoladdır, içi də adi brownie keki. Görünüş olaraq da pis deyil, amma bu qiymət biraz məncə bahadır. Yeməyə gəldiyimizə görə başqa yerdə şəkillər çəkdirmədik, ancaq yuxarı hissədə çəkdirdik. Amma hələ şəkillər üçün yerlər var, oranı da göstərəcəm sizə. Daha doğrusu yadımızdan çıxıb elə bilmişik ki, elə yuxarıdadır, yəni başqa yerdə yoxdur. Amma sonra taksi sifariş eləyəndən sonra yadıma düşdü ki, soruşun bəlkə başqa yerlərdə də var şəkil çəkdirməyə. Onlar da dedi o bir tərəfdə də var, yəni orada da çəkdirmək olar. Biz də taksini ləğv elədik, şəkilləri çəkdirməyə getdik. Taksinin də qiyməti yazılmışdı ki 6 manat. Amma ləğv eləyib ikinci dəfə çağıranda 4 manat yazmışdılar qiyməti. Sonradan dedim ki, nə yaxşı ki ləğv eləmişik, yəni 2 manat qabağa düşmüşük. Amma evdən bura gələndə qiymət çox baha idi. Yəqin ki pik nöqtələrdə olan vaxtlarda çıxmışıq, pik saatlarda. Qiymət 11 manat idi evdən bura gələndə. Biz evdən çıxanda saat axşam 6 idi. Yəqin ki ona görə də qiymətlər baha olub. Yediyimiz şirniyyatın dadı pis deyildi, yaxşı idi. Yəni yediyimiz əvvəlki korundoqla pizzaya baxanda bu şükürlü idi. Banu səs salırdı, ona görə də işçim sakitləşdirmək üçün belə bir şey verdi əlinə. Ona görə çox sevindi. Çayımızı da içəndən sonra dedik ki, hesabı gətirsinlər. Özümüz qiyməti hesablayanda 80 manata yaxın qiymət çıxacağını bilirdik. Amma 8 manatda servis haqqı çıxıblar. Ümumilikdə qiymət 88 manat 44 qəpik idi. Elə paşda elə 90 manat eləyir. Bu qiyməti bura verməyə heyfim gəldi. Ondan sonra 2 dəfə ən azı biz KFC-də gedib yeyə bilərdik. İşte bir də bura gələsi olsa bu qədər xərc çəkməyəcəyik. Gəlsə elə adi kofe içib gedərik. Yəni çünki buradan ancaq şəkil çəkmək üçün gözəl yerlər var. Yeməkləri bərbaddır. Heç yeməklərinə pul verməyinə dəyməz.
Ödənişi kartla elədik, amma terminal aparatları yaxşı işləmirdi. Neçə dəfə yoxlayandan sonra təsdiq elədi. Dediyim otağa da gəldim. Buranı da göstərim ki, necədir. Bu otaqda Halloween aid konsept yox idi, amma başqa formada belə gözəl konseptlər var idi. Bu otaq çox xoşuma gəldi. Sözün açığı, çox gözəl, şirin otaqdır. Bu arada nişan vloqunda nə qədər xoşbəxtliyi arzulayanlar oldu, çox sağ olsunlar. Yorum yazanlar arasında ən çox oğlu üçün, qardaşı üçün qız axtaranlar da var idi. Onlar da mənə demişdilər ki, bizim üçün də dua elə. İnşallah bizim qabağımıza da yaxşı bir qismət çıxsın. İnşallah evlənmək arzusunda olan bütün subaylara ailə qismət olsun. Digər çoxluq təşkil edən yorumlar isə atama aid idi. Çox insan atamın reaksiyalarına baxıb kövrəlmişdi. Atamın nə qədər ailəcanlı, nə qədər bizim üçün çalışdığını dilə gətirmişdilər. Xoş sözləriniz üçün çox sağ olun. Həqiqətən də atam bizim üçün çox əzizdir. Bizim üçün həm ana olub, həm də ata olub. Allah bütün valideynlərin canını sağ eləsin, həmişə yanımızda olsunlar. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Abunə olmadan izləyənlər lütfən kanala abunə olsunlar. Videonu like edib çoxlu yorumlar yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.